Deməli, bugünkü dərsimiz olur analitik təlim strategiyaları. İş üsullarını bölürük 3 hissəyə. 3 hissədən ibarət olaraq iş üsullarını biz öyrənəcəyik. İlk olaraq bax, analitik təlim strategiyasının nə olmağına, nə deməkdir analitik təlim strategiyası. Deməli, analitik təlim strategiyaları deyir, şagirdin məlumatı sadəcə yadda saxlamasının üçün yox, həm də onu təsnif eləməkdir, müqayisə eləməkdir, səbəb-nəticə əlaqələrini qurmaqdır, tərcihəyə irəli sürməsi üçündür və nəticə çıxarmasına xidmət edir. Yəni, qısalaşdırsaq, analiz eləməyinə xidmət edir. Nələr? Analitik təlim strategiyaları. Yəni, uşaq burada hansı problemin üstündə, hansı, deyək ki, obyektin üstündə işləyəcəyini öyrənir və onu, belə deyək, ümumilikdə analiz eləyir, tədqiq eləyir, bir sözlə. Tədqiqat aparır. Yəni, analitik təlim strategiyaları analiz eləmək üçündür, təhlil eləmək üçündür. Bu belə, qısacası. Analitik təlim strategiyalarında işləyən uşaqda nə olur? Uşaq əsas olandan vacib olanları bir-birindən ayırd, ikinci dərəcəliləri ayırd eləyə bilir, struktura bölə bilir, strukturlaşdıra bilir, daha doğrusu hissələrə bölə bilir, obyektlər arasındakı fərqləri tapa bilir, oxşarlığı tapa bilir, əlaqəni qura bilir. Ondan sonra niyə, necə, nə baş verər tipli suallar üzərində düşünərək fərziyyə formalaşdırır, yəni düşünür, analiz eləyir, beləcə təhlil eləyir. Sonra topladığı dəlillərə əsaslanaraq öz mövqeyini əsaslandırır, nəticə çıxardır. Yəni qısacası desək, analiz eləyir analitik təlim strategiyalarında. Bu belə. Yəni çox çətinləşdirməyə ehtiyac yoxdur və burada tənqidi düşüncə bacarığı belə deyək ön plana çıxır, uşağın analiz bacarığı ön plana çıxır və bir də metakognitiv belə deyək bacarıqlar ön plana çıxır. Niyə? Çünki burada uşaq təhlil eləyir və təhlil eləyən zaman öz öyrənməsində təhlil eləyə biləcəyi üçün. Burada metakognitiv bacarıqlar da ön plana çıxır. Çünki uşaq öz düşünməsini də, öz öyrənməsini də təhlil eləyə bilər, qiymətləndirə bilər, öz öyrənməsinin hansı vəziyyətdə olduğunu görə bilər və özünlə bağlı məlumat toplamağı da, özünlə bağlı bacarıqlara malik olmalı da onun metakognitiv bacarıqlara malik olmağı demək. Yəni metakognitivdən söhbət gedir burada. Həm bilikdən, həm bacarıqdan. Belə, analitik təlim strategiyalarının haqqında bu ümumi giriş məlumat. Burada hamısının adı haqqında məlumat var. İndi keçək hamısını bir-bir belə deyə öyrənməyə. Ki, nə deməkdir analitik təlim strategiyaları? Birincisi Euler-Venn diaqramıdır. Euler-Venn diaqramı nə üçündür? Euler-Venn diaqramını əvvəllər istifadə ediblər riyaziyyatda. Hal-hazırda biz Euler-Venn diaqramından istifadə edirik bütün fənlərdə. Biz Euler-Venn diaqramından istifadə edərək anlayışları, hər hansı əşyanı, verilənləri müqayisə edə bilərik. Oxşarlığını da fərqliyində. Məsələn, bax, ikili Euler-Venn diaqramı var, üçlü Euler-Venn diaqramı var. Biz burada A-ya aid olanları, burada B-yə aid olanları, burada isə həm A-ya, həm də B-yə aid olanları göstərə bilərik. Digər üçlü Euler-Venn diaqramında da onun kimi. Yəni A-ya aid olanlar, B-yə aid olanlar A ilə B-nin oxşarı, A, B, C-nin oxşarı. Yəni bu oxşarlıq üçünün oxşarlığıdır. Bu oxşarlıq A ilə B-nin oxşarlığıdır. Məsələn, bu A-dırsa, bu B-dirsə, bu da C-dirsə. Məsələn, buradakı oxşarlıq yalnızca B ilə C-nin oxşarlığıdır. Belə. Yəni sadə bir şeydir, başa düşülən bir şeydir. Euler-Venn diaqramda nə etdik? Sadəcə olaraq müqayisə elədik. Oxşar fərqli cəhətləri müəyyənləşdirmək üçün istifadə olundu. Həm riyaziyyatda, həm də digər fənlərdə. Şagirdin formalaşdırdığı bacarıqlar hissəsini əzbərləməyə ehtiyac yoxdur. Biz sadəcə olaraq burada öyrənirik nəyi? Yəni dərsin gedişatında biz öyrənirik iş üsulunun harda istifadə olunduğu, niyə istifadə olunduğu və necə istifadə olunduğu. Şagirdə formalaşdırdığı bacarıqları öyrənmək o qədər də vacib deyil. Ümumi olaraq yanaşmamız nə idi? Şagirdlərdə analitik bacarıqlar formalaşdırır. Belə düşünsəz bəs eləyir. Çünki bunlar analitik təlim strategiyalarıdır. Belə. Getdik ikinciyə. İnsident üzərində iş. Elə adından görsənir. Hər hansı bir insident var, hər hansı bir problem var. O problem üzərində iş qururuq. Yəni uşaqları belə deyək, dərsə cəlb eləyirik. Daha çox dərsdə iştirakını təmin eləyirik. Məsələn, real həyati bir hadisə üzərindən, məsələn, yol gedirik, benzin bitib, nə edə bilərik? Real bir problemdir. Bunu biz uşaqlara belə deyək, düşünmək üçün uşaqlara veririk və uşaqlar burada kiçik qruplar formalaşdıraraq insidentin belə deyək də nədən yarandığını, bu problemin niyə qaynaqlandığını və yaxud da problemi necə həll eləməklə bağlı yollar axtarırlar. Və yaxud da 2 dənə sinif yoldaşı dalaşır. Problem nədən yaranıb? Problemi necə həll edə bilərlər? Bununla bağlı başlayırlar o uşaqlar düşüncələrini formalaşdırmağa. Yəni bir insident veririk, onun üstündə uşaqlar işləyirlər. Belə. Bu da olur insident üzərində iş. Çətin deyil, asan iş üsuludur. Sonra gəlirik üçüncü. Qızıl dairə və yaxud da 3N və yaxud da digər adından 2W, 1H ingiliscəsində desək. Qızıl dairə nədir? Qızıl dairə baxın belə bir şeydir. Mərkəzdə yazılır niyə, necə və nə. Biz bu suallara cavab tapmaqla uşaqları dərsdə belə deyək, hər hansı bir fəaliyyətə yönləndirmiş oluruq. Bu fəaliyyətlər nələrdir? Bu fəaliyyətlər problem həll etmədir. Yəni uşaqlara problem verə bilərik
Və bu üsulda verə bilərik ki, bu üsuldan istifadə edərək problemi həll eləsinlər. Sonra dinləyib anlama, oxuyub anlama bacarığını formalaşdırmaq üçün biz bu üsuldan istifadə edə bilərik. Layihə hazırlamaq istəyir uşaqlarla, yenə bu üsuldan istifadə edə bilərik. Yəni bu üsuldan bir neçə şeydə istifadə elədik. Problemi həll eləmək üçün, nəyisə dinləyib anlamaq üçün, nəyisə oxuyub anlamaq üçün, hər hansı bir layihənin hazırlanması üçün istifadə olundu və bu üsul həm də ünsiyyət texnikasıdır. Yadımızda mütləq saxlayırıq ki, bu üsul ünsiyyət texnikasıdır və burada bir cümlə var, onu yadımızda saxlayırıq ki, iri yardımcılarımızı qruplaşdırmağa və sonra isə kommunikasiya məzmununun strukturunu effektiv şəkildə qurmaq üçün istifadə olunur. Yəni cümləni açmağa ehtiyac yoxdur. Yəni bu cümləni açası olsaq hər cümlənin hər sözünü izah eləməliyik. Sadəcə olaraq kommunikasiya məzmunu sözünü görürsünüzsə, kommunikasiya məzmunu sözü aid olur qızıl dairəyə. Çox vaxtı burada əzbərçiliklə bağlı nəsə suallar salmırlar. Yeni belə imtahan tipində. Amma hardasa görə bilərsiniz sualların içərisində informasiya, kommunikasiya, daha çox kommunikasiya məzmunu söhbətini görsəz, bilin ki, bu qızıl dairəyə aid olan bir cümlədir. Sonra bu da belə. Qızıl dairə nə oldu? Qızıl dairə 3-eni üsul oldu. Yəni adı belədir. Mərkəzdə niyə, necə və nə suallar yazılır? Biz bu suallara cavab tapmaqla problemi həll edə bilərik, bir layihə formalaşdıra bilərik, dinləyib anlama və oxuyub anlama bacarıqlarımızı inkişaf elətdirə bilərik və həm də ünsiyyət texnikasıdır belə. Bu problem həm bu da doğrusu iş üsulu bizə həm problemi, həm də nitqimizi daha yaxşı inkişaf elətdirməyə də şərait yaradır. Belə. Bu da oldu qızıl dairə. Yəni bir problem verirdik, necə suallardan istifadə edir, uşaqlar onu həll edirdilər. Gəlib proqnozlaşdırmaya. Proqnozlaşdırma ən çox istifadə olunur dil ədəbiyyat dərsində. Uşaqların təxəyyülünü işə salmaq üçün istifadə olunan bir üsuldur. Necə edirik burada? Uşaqlara bir mətn deyək ki, mövzu verilib, oxuyurlar, onu yarıda saxlayırıq və deyirik ki, arxasını davam elətdir. Uşaq başlayır arxasını davam elətdirməyə. Yəni burada sadəcə olaraq uşaq prosesin gedişatını, deyək ki, mövzunun gedişatını özü düşünür, proqnozlaşdırır. Ən çox hansı dərsdə oldu? Oldu dil ədəbiyyat dərslərində. Digər dərsdə də istifadə edə bilərik bundan hər hansı bir versiyada. Bu da belə. Bu da proqnozlaşdırma ilə bağlı. Gəldik əşyaların qeyri-adi istifadəsinə. Yəni bu çox sadə bir şeydir. Yaradıcı təfəkkürü inkişaf elətdirmək üçün biz bundan istifadə edirik. Müəllim deyək ki, uşağı qələmə göstərir, daha çox qələmi uşaqlara göstərir. Deyək ki, qələmdən başqa necə istifadə edə bilərsiniz. Və yaxud da məsələn qalstukdan başqa necə istifadə edə bilərsiniz. Və yaxud da deyək ki, stuldan başqa necə istifadə edə bilərsiniz. Deyək ki, markerdən başqa necə istifadə edə bilərsiniz. Yəni bu kimi suallar verməklə uşaqlardan müxtəlif cavablar almağa çalışır və dərsin gedişatını bu formada qurur. Yəni bu üsuldan istifadə eləməyi adlanır əşyaların qeyri-adi istifadəsi. Bu da belə. Sadə bir şeydir əslində. Çətin bir şey deyil yəni. Sonra əşya və hadisələrə müxtəlif nöqteyi-nəzərdən baxılmağı. Burada isə biz həm yaradıcı təfəkkürümüzü inkişaf elətdiririk, həm də tənqidi təfəkkürümüzü inkişaf elətdiririk. Məsələn, deyək ki, burada dediyi kimi, deyək ki, biz bir neçə situasiya canlandırırıq, daha çox bir situasiya canlandırırıq. O situasiyaya uşaqların necə yanaşmaqlarını deyək ki, ortaya çıxartmaq istəyirik. Məsələn, kitabda verildiyi kimi deyir, yağış yağır. Yəni buna bir insan sevinir, bir insan kədərlənir. Başqası fikirləşir ki, məsələn, çətir satanlar daha çox çətir satacaqlar, pul qazanacaqlar. Məsələn, biri fikirləşir ki, maşını təzə yuanlar məsəl üçün çox belə deyək, heyfslənəcəklər. Məsələn, maşını olmayanlar, uzaq yerdə yaşayanlar yağışda islanacaqlar. Yəni bu kimi düşüncələr uşaqlarda formalaşdırır. Və belə deyək də, uşaqlar fərqli formada məsələyə yanaşa bilirlər. Yəni həm yaradıcı düşüncələri formalaşır, həm tənqidi təfəkkürləri formalaşır və bu üsulun da adı olur əşya və hadisələrə müxtəlif nöqteyi-nəzərdən baxılmağı. Yəni bir situasiya bir insan üçün, daha çox müxtəlif insanlar üçün müxtəlif formalarda ola bilər. Və bunu da belə deyək ki, dərsin içərisində müəllim bunu uşaqlara göstərmək üçün, yəni uşaqların bunu görməsi üçün də eləyir və yaxud da ümumiyyətlə situasiyaya kimin necə baxdığını bilmək üçün də eləyə bilər. Bu da belə. Bu da oldu iş üsulumuz. Keçək digər iş üsulumuza. Digər iş üsulunun adı olur SWOT analizi. Bu təzə əlavə olmuş iş üsuludur. Əvvəl bu yox idi, keçən illər yox idi. SWOT analizi nədir? SWOT analizini çox çətinləşdirməyə ehtiyac yoxdur. SWOT analizi, baxın belə bir cədvəl üstündən göstərək, sonra yuxarıdan izah eləyərik. SWOT-da birinci olaraq güclü tərəflər S-də, V-də yəni W-də zəif tərəflər, O yazılan hissədə imkanlar, T yazılan hissədə isə təhlükələr və risklər göstərilir. Məsələn, deyək ki, biz hər hansı bir iş icra eləmək istəyirik, deyək ki, bir layihə icra eləmək istəyirik. Biz o layihənin güclü tərəflərini vurğulayırıq SWOT-da, sonra zəif tərəflərini vurğulayırıq. Layihə bizə nə kimi imkanlar sunur, gələcəkdə nə kimi deyək, müsbət tərəfləri olacaq, nə kimi imkanlar verir bizə, onu deyək ki, bildiririk. Təhlükə hissəsində isə riskləri nədir, həmin layihənin bizə verəcəyi risklər nədir, həmin layihənin təhlükələri nədir, onu göstərmiş oluruq.
Yəni uşaqlar burada belə deyək ki, müxtəlif formalarda olan, müxtəlif deyək ki, verilən layihənimi, hər hansı bir məsələnimi SWOT analizindən istifadə eləyərək analiz eləyə bilərlər. Məsələn, bax burada baxın, deyir ki, SWOT analizindən əvvəllər idarəetmədə istifadə edilirsə də, idarəetmə üçün istifadə olunurdusa da, tədrisdə də düşünmə və qərar vermə üçün biz bundan istifadə eləyə bilərik. Yəni uşaqların düşünməsini yaxşılaşdırmaq üçün və qərar verməsini yaxşılaşdırmaq üçün biz SWOT analizindən istifadə eləyə bilərik. Yəni hər hansısa bir hadisənin, hər hansısa bir prosesin, hər hansısa bir layihənin və yaxud da şagirdin lap öz öyrənməsinin güclü tərəflərini, zəif tərəflərini, ona verdiyi imkanları və ona verdiyi riskləri biz SWOT analizində görə bilərik. Məsələn, uşağa bir layihə verdik, ətraf mühitin belə deyək, çirklənməsinin qarşısını almaqla bağlı. Uşaq layihə hazırlayır və gəlirlər sonra uşaqlar bu layihələrini qiymətləndiririk. Layihənin güclü tərəfi nədir, zəif tərəfi nədir, layihənin imkanları nədir və riskləri nədir? Bunu qiymətləndiririk və müzakirə ilə belə deyək, bütün siniflə müzakirə eləyirik. Və sonda da nəticələri çıxardırıq və ona uyğun olaraq da təkliflər, qərarlar veririk. SWOT analizində verilənləri belə deyək, müqayisə edəndən sonra, verilənləri qiymətləndirəndən sonra. Belə, bu da olur SWOT analizi. Sonra digər iş üsulumuz olur qərarlar ağacı. Qərarlar ağacı belə uzun formada yazılıb. Bir dənə yuxarısı hissəsini sayayım, sonra aşağı keçəcəm. Qərarlar ağacına biz nə edirik? Adından göründüyü kimi qərar veririk. Biz bir neçə belə deyək, hər hansı bir problemi həll etmək üçün bir neçə həmişə beynimizdə çıxış yolları olur. Bizim olmasa da ümumilikdə, yəni sinif mühitində bir neçə problem üçün bir neçə çıxış yolu olur və bunun üçün uşaqlardan qərar vermə bacarığı tələb olunur. Ən vacib məqam burada qərar vermək bacarığıdır. Və bunun üçün də biz qərarları təhlil eləməliyik. Yəni bir neçə çıxış yolu varsa, bu çıxış yollarının hamısı təhlil olunmalıdır. Sonda ən səmərəli yol seçilməlidir və bununla da biz qərar vermiş oluruq. Qərarlar ağacına ilk olaraq biz problemi qoyuruq, problemlə bağlı müxtəlif yollar irəli sürürük. O yollar içərisindən 3 dənəsini saxlayırıq və üçün içərisindən də ən yaxşısı hansıdırsa onu seçirik. Baxın, bir problem qoyduq. Məsələn, məktəbdə uşaqlar zibilləri çox atırlar yerə. Yəni zibil qabından heç kim istifadə eləmir. Bu problemdir. Problemin həlli yollarını hərə bir həlli yol dedi. Biz içərisindən ən məntiqli gələn üçünü saxladıq. O ən məntiqli gələn üçün içərisində müsbəti çox olan, mənfisi az olanı seçdik. Yəni qərar verdik. Bu da oldu qərarlar ağacı üsulu. 3 dənə yol saxlayırıq, çoxsaylı bir problem qoyuruq. Problemə çoxsaylı həll yolları deyilir. Ondan üçünü saxlayırıq. Üçün içərisindən də ən səmərəlisi, yəni müsbəti çox olan, mənfisi az olanı seçib qərar veririk. Bu da oldu qərarlar ağacı üsulumuz. Sonra qərarlar ağacından sonra keçirik sinektikaya. Sinektika nədir? Sinektika deyir qədim Yunan dilində müxtəlif cinsli elementlərin birləşməyidir. Bunu yadda saxlayırıq. Niyə? Çünki sinektikada 2 dənə qrup olur. Birinci qrup problem qoyur. İkinci qrup həmin problemi həll yolu axtarıb tapır. Ona görə burada deyirlər ki, müxtəlif cinsli elementlərin birləşməyi. Çünki biri problem qoyur, ikincisi həll yolu axtarır. Müxtəlif cinslidirlər, yəni problem qoyan və həll edən. Sonra bu metod deyir sosial psixoloji motivasiyaya əsaslanır. Yəni sosial psixoloji motivasiya deyəndə burada yəni ümumi olaraq belə deyək də qrupun işinə əsaslanır deməkdir. İntellektual deyir kollektiv fəaliyyət nəticəsində tənqidi yaradıcı təfəkkürün inkişafına yönəlir. Yəni cümlələr biraz uzundur, yadda saxlamağa belə də çox özünüzü yormayın. Sosial psixoloji motivasiya söhbətini görsəz bilin ki, sinektikaya aiddir. Elə buradakı S söhbətindən. Mən heç vaxt belə şeyləri istifadə eləmirəm. Yəni iş üsullarına amma məcburuq. Niyə? 30-dan çox iş üsulumuz var. Yəni hamısını yadda saxlamaq olmur və müəyyən cümlələr var ki, əzbər formada hardasa sınaqda görə bilərsiniz. Düzdür. Miqdə görməzsiniz, amma sınaqlarda əzbər formada görə bilərsiniz. Ona görə də çalışın belə şeyləri biraz əzbərçi ilə yadda az da olsa yadda saxlayın. Deməli, 2 dənə qrup oldu. Biri problem qoydu, o biri ona həll yolu tapdı və problemi qoyanlar sonda hansı həll yolunu istəyirlərsə onu seçərək müzakirə eləyirlər və problemi həll etmə yolunu belə deyək ki, seçmək istəyirlər ki, məsələn, mən birinci yoldan istifadə edirəm, eləmək istəyirəm, mən ikinci yoldan istifadə edirəm, eləmək istəyirəm, belə. Bu formada problem həll olunur. Harda? Sinektikada. Müxtəlif cinsli elementlərin birləşməyi oldu. İntellektual kollektiv, daha çox kollektiv intellektual fəaliyyət nəticəsində bizim yaradıcı təfəkkürümüzü inkişafına yönəldi. Belə, qrup formasında biz işimizi gördük. Belə deyək, qrup şəklində fəaliyyətimizi aktivləşdirdi, fəaliyyətimizi stimullaşdırdı. Hansı iş üsulu? Sinektika iş üsulu. Problem qoydu bir qrup, o biri də onu həll yolu axtarıb tapdı. Всё, bu qədər sadə. Gəlik nə olardı əgər? Nə olardı əgər? Bu çox sadə bir şeydir. Yaradıcı təfəkkürümüzü inkişaf elətdirmək üçündür. Deyirəm ki, məsələn, telefon olmasa nə olardı? Günəş olmasa nə olardı?
deyək ki, avtomobil olmasa nə olardı? Bu kimi suallar verirəm və uşaqlar bu kimi suallara cavab verməklə belə deyək, onlarda bu iş üsulunu belə deyək, həyata keçirmiş oluram. Dərsi bu formada qurmuş oluram. Bunun digər adı həm də proqnozlaşdırmadır və bu nə olardı əgər iş üsulu cütlərlə aparılır çox vaxtı belə. Sonra digər iş üsuluna keçirik. Digər üsulumuz Flyer modelidir. Flyer modeli söz analizi aparmaq üçün istifadə olunur. Söz ehtiyatı yaratmaqdan ötürü istifadə olunan iş üsuludur. Deməli, burada nədir? Burada biz hər hansısa ortaya bir söz yazırıq Flyer modelində. Məsələn, baxın burada ədad haqqında yazılıb, ədad yazılıb. Deməli, ilk olaraq biz bir söz yazırıq mərkəzə. Fərqi yoxdur, istənilən bir söz yazıla bilər. Bu sözün tərifini veririk. Bu sözün belə izahını veririk və yaxud da bu sözü məsələn istifadə edirik hər hansı bir cümlədə. Bu sözün sinonimini deyirik və bu sözün antonimini deyirik. Yəni bununla da biz belə sözün analizini aparmış oluruq. Sözün tərifini verməklə, onun xüsusiyyətlərini sadalamaqla, onun sinonimini deməklə, onun antonimini deməklə biz sözün analizini aparmış oluruq. Yəni çox sadə bir şeydir əslində. Yəni çətin bir şey deyil. Gözünüzdə böyütməyin ki, biz bunu öyrənə bilmərik yoxsa yox. Bizdən üzrü sayın. Deməli, baxın burada Freyr modelində deyir ki, birinci nədir? Tərifini vermək, sonra vacib xüsusiyyətlərini sadalamaq, nümunə göstərmək, bir də qeyri nümunələrlə onu göstərmək. Yəni, dediyimiz kimi tərifini verdik, xüsusiyyətlərini sadaladıq, ondan sonra nümunə gətirdik və onu qeyri nümunələrlə göstərdik. Yəni, antonim və sinonimlərini bildirdik. Hər hansısa bir sözün. X bir söz yazılır, sözün analizini aparıq. Bu qədər sadədir yəni. Sonra, gəldik Freyr modelindən sonra klasterə. Klaster nədir? Klaster şaxələndirmə üsulu deməkdir. Hər hansısa bir mövzunun, hadisənin, xüsusiyyətlərinin və onun daha çox xüsusiyyətlərini sadalayırıq. Və klaster biliklərimizi aktivləşdirir bizim. Mənası ad olaraq dedik ki, şaxələndirmədir və klasterdən biz diaqnostik qiymətləndirmə vasitəsi kimi də istifadə edə bilərik. Məsələ nədir? Deyək ki, klasterdə, baxın, burada bir mövzu yazılır, mövzu parçalanır. Məsələn, deyək ki, mən burada yazıram meyvə. Məsələn, bir meyvə. Meyvəyə aid olan bütün xüsusiyyətlər sadalanır. Meyvənin deyək ki, neçə növə bölündüyü, ona aid digər xüsusiyyətlərin hər biri sadalanır. Yəni, verilən bir mövzu olur, bir dənə deyək ki, hər hansı bir söz olur. Bu sözə aid olan bütün xüsusiyyətlər sadalanırsa, bu aid olur hansı iş üsulu? Bu aid olur klaster iş üsulu. Bəs klaster iş üsulu bizə tanış gələ bilər harda? Baxın, biz induktiv və deduktiv düşünmə keçmişdik. Deyirdik ki, induktiv düşünmə nə idi? İnduktiv düşünmə verilən xüsusi nümunələri bir prinsip altında birləşdirməkdir. İnduktiv. Deduktiv düşünmədə isə verilən xüsusi bir qaydadan nümunələr çıxardırdıq. Baxın, burada da ona oxşardır. Klasterdə bizə hər hansısa bir mövzu verilir. Baxın, bir mövzu verilir və yaxud da nəsə yazılır. Biz ona aid olan xüsusiyyətləri başlayırıq sadalamağa. Yəni, ondan nümunələr gətirmiş oluruq bir sözlə. Yəni, deduktiv düşünmədən istifadə edirik. Harda? Klasterdə. Bax, şaxələndirmə, klaster üsulunda, iş üsulunda biz deduktiv düşünmədən istifadə eləmiş oluruq. Bu da belə. Klaster. Keçdik digər iş üsuluna. Son olaraq üstdən iş üsulumuz qalıb. Ona da baxaq, onunla da bu hissə yekunlaşır. Analitik düşünmə ilə bağlı hissə yekunlaşır. Bu 4-1 KH üsuludur və yaxud da Kipling modeli deyə bilərsiniz buna. Bu ən çox harda istifadə olunur? Bu ən çox istifadə olunur layihələrin hazırlanmasında və bu həm də suallar texnikasıdır. Biz bu üsuldan istifadə edirik, suallar texnikası kimi. Deməli, hər hansı bir məsələ ilə bağlı məlumat toplamaq məqsədi ilə də biz bundan istifadə edirik, bu üsuldan. Sonra jurnalistikada, ondan sonra kriminologiyada, layihə hazırlanmasında, hər hansı bir tədqiqat prosesində biz bu üsuldan mütləq formada istifadə edə bilərik, yəni 4-1 qarşıdan. Məsələ necədir? Baxın, bura belə cədvəl formasını çox yaxşı bir formada verilib. Deməli, hər hansısa bir layihə deyək ki, məsələn, deyək ki, bayaq dediyimiz kimi ətraf mühitin qorunmasıyla bağlı bir layihə verilir bizə, mövzu verilir. Məsələn, layihənin hazırlanmasında və tətbiqində layihəni kimlər hazırlayacaq? Yəni, bu suala cavab tapırıq. Layihə nədir? Bu suala cavab tapırıq. Layihə nə vaxt hazırlanacaq? Yəni, nə vaxt layihə keçirilməlidir? Sonra, layihə harada təşkil olunur? Niyə təşkil olunur? Necə təşkil olunur? Yəni, bununla bağlı bütün sualların hamısına cavab tapırıq. Harda? 4-1 KH-da. Məsələn, deyək ki, bu kriminologiyada dediyi istifadə olunur. Məsələn, deyək ki, hər hansı bir cinayət hadisəsi baş verib. Məsələn, cinayətkarı tapmaq üçün müəyyən suallar tapılır. Cinayət harda olub? Niyə baş verib? Necə baş verib? Nə baş verib? Yəni, ümumiyyətlə, nə vaxt baş verib? Kim tərəfindən olub? Yəni, bu kimi sualların hamısına cavab tapırıqsa, biz deməli 4-1 KH iş üsulundan istifadə edirik.
Dərsdə deyək ki, biz bu kimi suallara cavab tapmağa çalışırıqsa, deməli layihənin hazırlamasını istifadə edə bilərik və yaxud da hər hansısa bir məsələ ilə bağlı məlumat toplamaqda da bu üsuldan istifadə eləyə bilərik. Yəni bu da bu üsulun gedişatı. Gəldik Bloom kubuna. Bloom kubu nədir? Bloom kubu Bloom idrak taksonomiyasından keçdiyimiz formada yadınızdadırsa, deyirdik ki, birinci mərhələ xatırlamaq, ikinci anlamaq, üçüncü tətbiq eləmək, dördüncü təhlil, beşinci dəyərləndirmək, altıncı isə yaratmaq mərhələsidir. Və Bloom kubu da ona uyğun olaraq bu sözlərlə verilib burada. Deməli, kubun 6 tərəfi olur, 6 üzü olur və hər üzünə bunlardan bu sözlər yazılır. Adlandır, izah elə, tətbiq elə, nə üçün özünü ifadə elə və yenisini yarat. İfadələri yazılır və kub atılaraq kubun üzünün düşdüyü hissəyə uşaqlar qruplara bölünə bilər. Fərdi formada da həmin verilən suallara cavab verə bilərlər. Məsələn, deyək ki, adlandır hissəsində yazılan suallar xatırlama mərhələsinə aid olan suallardır. İzah et hissəsində aid olan suallar anlama mərhələsinə aid olan suallardır. Tətbiq etmə mərhələsində aid olan suallar tətbiq eləməyə aid olan suallardır. Nə üçün hissəsində yazılan suallar təhlil eləmə mərhələsinə aid olan suallardır. Özünü ifadə elə hissəsində yazılan suallar dəyərləndirməyə aid olanlar, yenisini yarat hissəsində aid olanlar isə yaratmaq mərhələsinə aid olan suallar olur və uşaqlar bu suallara cavab verirlər. Və müəllim deyək ki, kubun hər dəfə başqa özü düşdükcə hər qrupa verilən suallara cavab axtarır. Və burada da dediyimiz kimi Bloom idrak taksonomiyasından istifadə edirik. Məsələn, baxın adlandır hissəsindəki suallar, üzr istəyirəm, ekran açılsın. Adlandır hissəsindəki suallar baxın konkret suallardır. İzah elə hissəsində suallar isə baxın nə üçün yazılıb burada. Deyək, nə üçün İskəndərin dili suya axtarmaq qərarına gəldi. Yəni izah eləyirsən. Yəni anlama mərhələsinə aid olan suallar verilir. Sonra tətbiq eləmədə konkret olaraq tətbiqə aid suallar verilir. Dediyimiz kimi. Yəni hər birini sadaladım. Yəni bunu istifadə eləməklə müəllim şagirdlərin bütün belə deyək mərhələlərini reallaşdırmağa çalışır. Yəni Bloom idrak taksonomiyasına aid sualları verməklə müəllim şagirdlərdə bütün mərhələləri, həmin mərhələlərin hamısını reallaşdırmağa çalışır. Bloom kubu üsulundan istifadə eləyərək. Belə. Ya bunu məsələn deyək ki, siz bölmənin sonunda eləyə bilərsiniz. Məsələn, Bloom kubunu, məsələn, dərs bölmənin sonundakı hər hansısa bir dərsdə siz Bloom kubu üsulundan istifadə eləyərək ümumi olaraq bölməyə aid olan sualları adlandır, izah elə, tətbiq elə, nə üçün özünü ifadə et və yenisini yarat formasında suallar tərtib eləyərək bölmənin sonunda istifadə eləyərək uşaqlar hansı səviyyədə nəyi öyrəndiyini görə bilərsiniz, yəni. Belə. Bloom kubundan bu formada istifadə edə bilmək olar. Sonra son olaraq üsulumuz olur simulyasiya və rollu oyunlar. Simulyasiya nədir, rollu oyun nədir? Bunlar ikisi də bir-birinə çox oxşuyur. Amma bunların cüzi bir dənə fərqləri var. Nədir? Cüzi fərqləri odur ki, hər ikisində bir xəyali situasiya canlandırılır və o xəyali situasiya onlanılır. Yalnız rollu oyunda sən başqasını oynayırsan, həmin xəyali situasiyada. Simulyasiyada isə özünü oynayırsan. Simulyasiya bir növ imitasiyadır, təqlid eləməkdir. Hər hansısında bax, dediyimiz kimi, ikisində də bir xəyali situasiya canlandırıldı. Amma rollu oyunda siz başqasını oynadığınız halda, başqa bir rola girdiyiniz halda, simulyasiyada özünüz oynayırsınız. Ona görə rollu oyunda stereotipləri qırmaq olur. Yəni öz baxış bucağından yox, başqasını oynadığına görə sən vərdiş elədiyin şeylərdən kənarlaşa bilirsən. Yəni özünə belə deyək də sıxıldığın hər hansısa bir özünün üzərində elə bilməyəcəyin hər hansısa bir şeyi həmin rolu oynadığına görə həyata keçirdə bilərsən rollu oyunda. Dediyimiz kimi simulyasiya ilə rol oyunun oxşarlığı odur ki, nəyisə canlandırmaq, nəyisə rol formasında həyata keçirmək, oynamaq. Bu daha çox Azərbaycan dili fənnində, ədəbiyyat fənnində istifadə olunsa da digər fənlərdə də istifadə oluna bilər. Amma bunların fərqi nə idi? Rollu oyunda başqasını oynayırdın. Sənə rahat idi bunu o rol oynamaq, özünə vərdiş elədiyin şeylərdən kənarlaşa bilirdin. Simulyasiyada isə sən özünü oynayırdın. Həmin rol mövqeyidə sən özünü görürdün, özünü oynamış olurdun. Və burada bir dənə də belə deyək, ad olaraq təlim simulyasiyası var. Təlim simulyasiyası nədir bəs? Təlim simulyasiyası bəzən müəllim belə deyək, şagirdi müəllim rolunda çıxış elətdirir. Yəni şagirdə deyir ki, məsələn, gəl bu dərsi deyək ki, sən izah elə. Şagirdin dərsi deyək ki, müəllim rolunda gəlib izah eləməyi adlanır təlim simulyasiyası. Bu bəzən uşaqlara belə deyək, maraqlı gəldiyi üçün müəllimlər bundan bəzən istifadə eləməlidirlər. Yəni hər dərs olmasa da müəyyən dərslərdə şagirdlərə belə deyək də təlim simulyasiyasından istifadə edərək şagirdləri müəllim rolunda çıxış elətdirmək olar. Çünki bu uşaqları belə həvəsləndirir dərsə. Yəni bizim əsas işimiz onsuz da bunların hamısını öyrənməkdə əsas məqsədimiz, iş üsullarını öyrənməkdə məqsədimiz şagirdləri dərsə cəlb eləməkdir. Yəni dərsi onlar üçün maraqlı eləməkdir. Biz onlar üçün ona görə bu
iş üsullarının hər birini öyrənirik. Yəni məqsədimiz təkcə imtahandan keçmək deyil, yəni bunları öyrənməkdə. Məqsədimiz həm də bu iş üsullarının hər birini sinifdə tətbiq eləməyə bacarmaqdır. Ona görə öyrənirik. İndi gəlirik öyrəndiklərimizi bir dənə qısalaşdırmağa. Kitabın giriş hissəsində yazılıb burada. O hissədən qısalaşdıracağam. Deməli, analitik təlim strategiyalarının içərisində ilk olaraq öyrəndik Eyler-Venn diaqramını. Eyler-Venn diaqramı nə oldu? Anlayışların oxşar fərqli cəhətlərini müəyyənləşdirmək, onları müqayisə etmək. Bu belə. İnsident üzərində iş nə oldu? Hər hansı bir problem qoyuldu, həyatda baş verən problem. Uşaqlar ona alternativ həllər axtarmalıydılar, araşdırmalıydılar, səbəbini, nəticəsini tapmalıydılar, ona uyğun da həll yolu axtarmalıydılar. Bu da oldu ikinci. Qızıl dairə nə idi? Nə, niyə, necə suallarına cavab taparaq dərindən təhlil eləyirdik məsələni. Problemimi, hər hansı bir verilən mətnimi, layihənimi dərindən təhlil eləyirdik qızıl dairədə. Proqnozlaşdırma nə idi? Hər hansısa bir deyək ki, mətni oxuyurdu, müəllim yarıda saxlayırdı və uşaqlar deyək ki, öz beyinlərindəki fərziyyələrə uyğun olaraq fikirlər irəli, ehtimallar irəli sürməli idilər ki, məsəl üçün bu deyək ki, əsərin sonu belə qurtaracaq. Bu da olurdu proqnozlaşdırma. Əşyanın qeyri-adi istifadəsi nə idi? Uşaqdan divergent düşünmə tələb eləyirdi, yəni yaradıcı düşünmə tələb eləyirdi ki, uşaq əşyadan qeyri-adi formada necə istifadə edəcəyini düşünsün. Sonra əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılmağı o idi ki, biz verilənləri analiz eləyib, ona uyğun olaraq fərqli formada yanaşırdıq ki, məsələn, tənqidi olaraq daha doğrusu yanaşırdıq ki, görəsən, məsəl üçün, hansı situasiyada hansınsa məsələyə necə yanaşar? Yəni, müxtəlif yanaşmaları tapmağa çalışırdıq burada da. Sonra, SWOT analizində mövzunu təhlil eləyirdik və mövzunu, belə deyək, təhlil eləyərkən əsaslandırmağımıza və qərar verməyimizə kömək eləyirdi bizim. Təhlil eləyəndə biz güclü tərəfləri, zəif tərəfləri, imkanları və riskləri təhlil edədiyimiz üçün sonda bizə qərar verməyə kömək edən bir strategiya idi SWOT analizi. Qərarlar ağacı nə idi? Bəs qərarlar ağacında biz qərar verməyə çalışırdıq. Alternativ variantlar içərisindən üçünü saxlayırdıq. Üçünün içərisindən də ən yaxşı olanı seçirdik və sonda bir qərar verirdik məsələnin həlli ilə bağlı. Sinektika nə idi? Sinektikada 2 dənə qruppa var idi. Biz sinektikada problemi qoyan tərəf və problemi həll edən tərəflər olan 2 dənə qruppa var idi. Bunlara belə deyək, birinin problemi qoymağıyla, birinin problemi həll eləməyindən problemin həllinə kömək eləyirdi. Yəni bu strategiya ümumilikdə. Nə olardı əgər nə idi? Uşaqlara deyək ki, düşünmələri üçün bir fikirlər bildirir ki, telefon olmasaydı nə olardı? Və yaxud da deyək ki, günəş olmasaydı nə olardı? Yəni bu kimi suallar verdi və uşaqlar buna görə də düşünürdülər hər hansı bir situasiyalarla bağlı və fikirlər bildirirdilər. Deyək ki, bu onların səbəb-nəticə əlaqələri qurmağına şərait yaradırdı. Freire modeli nə idi? Söz analizi idi qısacası. Hər hansı bir sözün tərifini, ona nümunə gətirməyimizi, sonra onun belə deyək, sinonimini deməyimiz, ona antonim deməyimizlə sözü analiz etməyimizə şərait yaradırdı. Klaster, şaxələndirmə nə idi? Anlayış və ideyaları qruplaşdıraraq məna əlaqələrini sistemləşdirməyə şərait yaradırdı. Yəni burada yazdığından fərqli olaraq, yəni klaster parçalanmaya gətirib çıxardırdı. Verilən mövzunu müxtəlif hissələrə parçalayırdın, şaxələndirirdin. Yəni ümumi qaydadan xüsusi nümunələr gətirməyə bacarırdın qısacası. Kipling modeli nə idi? 4M1KH. Biz nə edirdik Kipling modelində? Yəni hər hansı bir layihənin, bir məsələ ilə bağlı məlumat toplayırdıq və krinologiyada istifadə edirdik. İnformasiya toplanmağında istifadə edirdik ki, informasiyanın çoxnövlü təhlilinə deyə şərait yaradır. Yəni informasiyaları toplamağımıza, çoxnövlü formada onları təhlil etməyimizə, layihənin hazırlanmağına, layihənin həyata keçirilməyinə bizə kömək edirdi. Bloom kubu nə idi? Bloom idrak taksonomiyasına uyğun olaraq suallara cavab verməyimiz və bu bizim dərin düşünməyimizə, analitik bacarıqlarımızın inkişafına kömək eləyirdi. Bizim deyək, yəni şagirdlərin. Simulyasiya rollu oyunda isə müxtəlif rolları canlandırmaq, müxtəlif situasiyalarda oynamağımız idi. Rollu oyun başqasının gözündən məsələyə baxmaq idi. Simulyasiya isə öz gözümüzdən, yəni öz olduğumuz, belə deyək, özümüzdən məsələyə baxmağımız idi. Bu da oldu analitik strategiyaların içərisində sonuncu. Hər birinin gedişat yolunu izah elədik. Yəni məncə kifayət qədər də vaxt getdi hamısını izah etməyimizə. Yəni bunlarla bağlı olan PDF isə, yəni 3-cü dərsin sonunda hər bir haqqında qısa olan hissələrin PDF-ini satacağam. Onun da yəni iş üsullarını tamamilə yaxşı formada öyrənmiş olacağıq. Belə.